Salam, hər vaxtınız xeyir. Bildiyiniz kimi biz sizinlə 9 ildə nəzərdə tutulmuş DİM-in 20 variant sınaq imtahanı kitabından sınaq nümunələrinə baxırıq. Bugün də sınaq imtahanı 16-ya nəzər yetirəcəyik. Bu sınaq imtahanında da biz ümumi suallara rast gələcəyik və eyni zamanda mətn suallarına da baxmış olacaq. Sınaq artıq 16-dayıq və sınaq digər 15 sınaq kanala yerləşdirilib. Bu artıq 16-cı sınaqdır və yerdə qalır 4 sınaq. Onların da izahı çox qısa zamanda kanala yerləşdirilmiş olacaq. Siz də imtahan öncəsində bu sınaq nümunələrinə baxaraq, istər qayda sualları olsun, istər mətn sualları olsun, onlar haqqında müəyyən bir biliklərə də sahib ola biləcəksiniz. Çünki bu DİM-in sınaq nümunələridir və imtahanlar da DİM tərəfindən təşkil olunduğu üçün sual nümunələrində oxşarlıq, bənzərlik ola bilir. Ona görə də videoları izləsəniz sizə kömək etmiş olacaq. Və videoları izləyib, kanala abunə olub, videoları bəyənməklə öz dəstəyinizi də bildirmiş olacaqsınız. İndi isə başlayaq sınaq imtahanına. Birinci sual. Biri mürəkkəb cümlə deyil. Mürəkkəb cümləni deyirdik ki, cümlənin 2 qrammatik əsası olmalıdır. Yəni, cümlənin qrammatik əsası mübtəda və xəbərdir. Sadə cümlənin 1 qrammatik əsas, 1 qrammatik əsas deyəndə 1 mübtəda, 1 xəbər nəzərdə tutulur. 2 qrammatik əsas deyəndə 2 mübtəda, 2 xəbər nəzərdə tutulur. Bəzən bunlar mübtəda buraxılmış ola bilər, amma yenə də bərpası mümkündürsə bu mürəkkəb cümlə olur. A bəndinə baxaq. Mən və Kamil bunu əvvəldən bilmiş, hər kəsə demişdik. Mən və Kamil, mən bunu bizlə əvəz eləyə bilərəm. Biz bunu bilmişik, biz hər kəsə demişik. Eyni mübtəda xəbərlərə aid olduğu üçün bu mürəkkəb cümlə yox, sadə cümlədir. Biz bilmişik, biz demişik. B. Arif gəldi, nə etdi? Gəldi. Kim? Arif. Bütün kitabları aparıb kitabxanaya qaytardıq. Kim? Görünməyən biz. Bu mürəkkəb cümlə oldu. Başım ağrıdı, ağrıdı nə? Başım mübtəda. Heç kəsə demədim, kim? Mən. Bu da mürəkkəb cümlədir. De ki, bilirəm. Sən de ki, mən bilirəm. Bu da mürəkkəb cümlədir. Gəldim, mən gəldim. Sənədləri aparım. Gəldim ki. Burada ki-ni bərpa edirsə, bu tabeli mürəkkəb cümlə olur. Cavab oldu A bənd. İkinci suala baxaq. Cümlə üzvlərinə görə təhlillə bağlı doğru fikri müəyyən edin. Maşınımız kəndə çatanda yolun qırağında heykəl gördük. Bizdən fonetik təhlil soruşursa, cümlə üzvlərinə görə təhlil soruşursa, biz mütləq onu təhlil etməliyik, daha sonra variantlara baxmalıyıq. Çünki sual vermədən təhlil etsək, o bizə aydın olmayacaq və cavabı da səhv tapmış olacaq. Baxaq. Nə etdik? Gördük. Nə vaxt, nə zaman? Maşınımız kəndə çatanda. Harada? Yolun qırağında. Nəyi gördük? Heykəli. Tamamlıq. Baxaq indi. Maşınımız sözü mübtədadır. Xeyr, maşınımız sözü feili bağlamanın tərkibində olub, cümlənin zərfliyi rolunda çıxış edib. Ona görə bu səhv fikirdir. Doğrunu soruşur. Kəndə sözü yer zərfliyidir. Xeyr, kəndə sözü də zaman zərfliyinin tərkibində, zaman zərfliyi vəzifəsində çıxış edib. Çatanda sözü zərflə ifadə olunmuş zərflikdir. Burada anda əndə şəkilçisi var. Anda əndə şəkilçisi feili bağlamanın şəkilçisidir. Zərfin belə bir şəkilçisi yoxdur. Ona görə də bu da səhvdir. Yolun qırağında tamamlıqdır. Xeyr, harada? Yolun qırağında. Bu da səhvdir. Heykəl sözü mübtəda deyil. Bəli, heykəl sözü tamamlıqdır. Heykəli gördük. Ona görə cavab olur E bəndi. 3. Müəyyən şəxsi cümləni müəyyən edin. Müəyyən şəxsi cümlədə mübtəda olurdu, olmasa belə bərpa edə bilirdi. Bir dənə üçüncü şəxsin cəmində biz bunu bərpa edə bilmərik. Əgər variantda gözünüzlə üçüncü şəxsin cəmini görürsünüzsə, bu müəyyən şəxsi cümlədir, mübtəda yəni. Yox, əgər üçüncü şəxs olan bir mübtəda görmürsünüzsə, deməli bu müəyyən şəxsi cümlə deyil, qeyri-müəyyən şəxsi cümlə və yaxud da ki, ümumi şəxsi cümlədə ola bilər. Baxaq. Hamı gələndə qapını açdılar. Açdılar. Nə etdilər? Açdılar. Nə vaxt, nə zaman? Hamı gələndə. Burada üçüncü şəxsin cəmini gördünüz. Gəlirsiniz. Burada üçüncü şəxsin cəmini ifadə edəcək mübtəda olmadığı üçün bu qeyri-müəyyən şəxsi cümlədir. Uşaqları kimsə vağzalda qarşıladı. Uşaqları vağzalda kimsə qarşıladı. Nə etdi? Qarşıladı. Kim? Kimsə. Deməli, əvəzliklə ifadə olunmuş mübtəda var. Burada cavab oldu B bəndi.
Tapşırığa indi əməl edildi, şəxsizdir. Əli kəndisində axşam idi. Nə vaxt, nə zaman Əli kəndə çatanda. Bu da şəxsizdir. İstanbulu görəndə alimin ağzı açıla qaldı. Alimin ağzı açıla qaldı. Nə vaxt, nə zaman İstanbulu görəndə. Bu da şəxsiz cümlədir. 4. Terminologiya sözünün fonetik təhlillə bağlı doğru fikirləri müəyyən edin. Tərkibində dodaqlanan sait yoxdur. Fonetik təhlil deyirsə tələffüzünə baxmalıyıq. Burada tələffüzdə bir dənə terminologiya, burada bir dənə ab dəyişir. Tərkibində dodaqlanan sait yoxdur. Doğru fikirlər soruşur. Var. Burada onun biri qalır. Terminologiya. Ona görə bu səhv fikirdir. Birləri çıxırıq. 4 samitin qarşılığı yoxdur. 1, 2, 3, 4. Düzdür. Dodaqlanan sait qalın və qapalıdır. Dodaqlanan sait odur, o qalındır, amma qapalı deyil. Ona görə bunu götürə bilmərik. 3 olanlar da çıxdıq. Xışdırıq samitinin cingitli qarşılığı işlənmişdir. Bəli, y onun cingitli qarşılığıdır. Vurğusu 4-cü hecaya düşür. Bəli, 2, 4, 5. Terminologiya. 5. Hansı nümədə işarələnmiş söz amonimdir? Baş canlıların əsas orqanıdır. Baş amonim deyil. Gözdə amonim deyil. Dişdə amonim deyil. Burada testdə altından xətt çəkilmiş söz yoxdur. Amma çox güman ki, həmin söz hava sözdür burada. Elə cavab da bu bənd olur. Hava sözü bilir ki, amonimdir. Bir var nəfəs aldığımız, udduğumuz hava, bir də var musiqi havası. Ona görə bunu amonim hesab edirik. Kağız sözü isə amonim deyil. Cavab olur D bəndi. 6. Cümlənin düzgün sintaktik təhsil sxemini müəyyən edin. Dünən İbrahim bizə gəlmişdi. Nə etmişdi? Gəlmişdi. Kim? İbrahim. Nə vaxt, nə zaman? Haraya gəlmişdi? Bizə gəlmişdi. Cavab olur B bəndi. 7. Mən müəlliməm. Mənim vəzifəm gənclərin təhsilinin keşiyində durmaqdır cümləsi haqqında hansı fikir səhvdir? Adlı halda olan 2 isim vardır. İsim olsun. Baxaq. Müəlliməm, bəli. Mənim sözü yəli haldadır. Vəzifəm, bəli. Gənc sifətli, təhsilinin yəli haldadır, bu da yerli haldadır. Bu düz fikirdir. Mənsubiyyət şəkilçili 4 isim işlənib. Mənsubiyyət şəkilçili. Biri vəzifəm sözdür. Gənclərin təhsilinin keşiyi. 3'dür, 4 deyil. Cavab olur B bəndi. Əvəzliklər ismin eyni halında deyil. Düzdür. Biri mən adlı haldadır, mənim yəli haldadır. 2 sözdə şəxs sonluğu vardır. Müəlliməm durmaqdır. Düzdür. Feil şəxsə və kəmiyyətə görə dəyişməyib. Bəli, burada söhbət durmaqdır sözündən gedir. Onlar təsriflənməyən feillərdir. Təsriflənməyən feillərdə şəxsə və kəmiyyətə görə dəyişmir. 8. Hansı cümlədə sözlər arasında sintaktik əlaqə yoxdur? Doğrudan da modal sözdür. Anar xitabdır. Daha ədatdır. Danışmırdı feildir. Xəbərdir yəni. Və burada biz bilirik ki, xitabla ara sözlər cümlələrlə sintaktik əlaqəyə girmir. Daha da ədatdır. O da əlaqəyə girmir. Cavab olur A bəndi. 9. A dərəcə olan sifət hansı cümlədədir? Baxaq. Planlarımız yarımçıq layihələrlə müqayisə etməyin. Plan yarımçıq. Biri budur. O kəmtur. Kəm var. Azaltmadır. Açıq rəngdə olan ballar günə baxan kimi bitkilərdən alınır. Açıq. O saxsı qablardan istifadəyə daha çox üstünlük verdi. Burada ümumiyyətlə sifət yoxdur. Yadımızda saxlayırıq. Metal adlarıdır, parça adlarıdır. Bunlar isimdilər. Alaseyrək buludlara baxanda gəncliyimi xatırlayıram. Burada da yoxdur. 1, 3. 10. Yuyundu feilinin morfoloji təhlilindəki səhvi müəyyən edin. Qorursa düzəltmədir. Bəli, yumaqdan yuyunmaq əmələ gəlib. Məhsul növdədir. Xeyr. Yuyuldu. Məhsul növdədir. Yuyundu. Qayıdış növdədir. Paltarlar yuyuldu. Məhsuldur. Uşaq yuyundu. Artıq burada qayıdış növdədir. Yəni işi özü öz üzərində icra edir. Ona görə cavab olur B bəndi. Qrammatika sualları bitdi. İndi keçək mətn suallarına. Birinci mətn özündən naxoş mətnidir və mətnlə bağlı sualların izahına baxaq. 11. Mətnlə bağlı yanlış fikri müəyyən edin.
Tünd qara hərflərlə verilmiş cümlələr Mirzə Əsgərə aiddir. Tünd qara hərf. Söhbət buradan gedir. Naxoş maxoş bilmirəm. Kim getməsə, məsələni ümumizləsə qoyacağım. Bunu deyir Abbasəli. Mirzə Əsgər demir. Ona görə cavab olur, elə səhv cavab A bəndidir. 12. Mətndə bəhs olunmayan məsələni müəyyən edin. Qərarların hamısı fərdi şəkildə yerinə yetirilir. Xeyr. Burada deyir ki, əgər buna yerinə yetirməsəz, kim getməsə, ümumi iclasa qoyacağım. Yəni təkcə bunu Abbasəli bu qərarı vermir. Abbasəli bunu ümumi iclasa qoyur və orada alınan qərarla hərəkət edirlər. Ən azı 2 insanın xarakterindən danışılır. Bəli, Abbasəli ilə Mirzə Əsgərdən. Təşkilat sədri haqqında fikirlər var. Söhbət Abbasəlidən gedir. Hər şeyə etiraz etmək bir şəxsin vərdişidir. Söhbət Mirzə Əsgərdən gedir. Mirzə Əsgərin bəzi əşyalar köhnə idi. Bəli, burada deyir ki, az qala özü yaşda bir stəkanı var. Deməli, bu köhnə əşyadır. 13. Üzərində rəqəm yazılmış sözlərin həqiqi mənada olanlarını müəyyən edin. Baxaq, üzərində rəqəm yazılmış sözlərə, ondan sonra da tapaq. İclasa qoyacağım bu məcazi mənadadır. Təkrar etdi, həqiqi mənadadır. Düzgün insan məcazidir. Soruşurdu, həqiqidir. Burada səhvimizdə 2 rəqəm vardı elə, cavab olur 2, 3. 14. Çərçivədə verilmiş sözün mənasını müəyyən edin. Kollektiv. Ümumi məqsəd üçün birləşmiş adamlar toplusu. 15. Mətnin tərkib hissələrinə aid plan bəndlərini ardıcılıqla müəyyən edin. Heç vaxt deyilməyən fikir rəhbərin kəskin fikirləri. Burada birinci gəlir rəhbərin kəskin fikirləri 4. Sonra aləm müzakirəsi, həyat yoldaşının dialoqu var. Orada Mirzə Əsgərin söhbət ondan gedir. Heç vaxt deyilməyən fikir. Bir də ərköyünlüyün sonu sonda gedib o işi görür. Cavab olur D bəndi. 16-cı suala baxaq. Mətnin nəticə hissəsi ilə bağlı yanlış fikri müəyyən edin. Nəticə hissəsi buradır. Söhbət buradan gedir. Nəticə hissəsi buradır. Bütün sözlər həqiqi mənadadır. Bu dəfə daş qayaya rast gəldi. Daşın qayaya rast gəlməyi məcazidir, həqiqi deyil. Yanlış dediyi üçün götürə bilərik. Hadisələrin baş verdiyi yer haqqında məlumat verilir. Xeyr, burada hər hansı bir məkan haqqında məlumat verilmir. Özündən də tərs, inadkar birinə tuş gəlmək mənasını verən ifadədən istifadə olunmuşdur. Bəli, daş qayaya rast gəlmək həmin mənanı verir. 2-ni götürürük, 3-ü götürmürük. Obrazın vəziyyətini əlinin arxasını yerə qoymaq ifadəsilə əks etdirmək olar. Bəli. Bir də nəticə hissəsi 2 abzasdan ibarətdir. Xeyr, nəticə hissəsi sadəcə buradan ibarətdir. 1 abzasdan ibarətdir. Cavab olur E bəndi. 17. Mətndə qarşısında işarələr qoyulmuş ifadələrə əsasən cədvəldəki yanlışlığı müəyyən edin. Qarşısında işarələr qoyulmuş ifadələr. Baxaq həmin ifadələrə. İşarələr qoyulmuş deyirsə budur. Onun evdə adını çəkən də biri budur. Sonra tökülən taxta, digəri mənim başımın ağrısı heç kəsmir, bir də budur. Adını çəkəndə tökülən taxta, bir də heç kəsmir. İndi testə baxaq. Həqiqi mənalıdır. Həqiqi və yanlışlığı soruşur. Həqiqi və mənalıdır. Birinci söz adını çəkəndə. Bu məcazi mənalıdır. Həqiqi mənalı deyil. Ona görə bu səhvdir. Sonra adını dilə gətirmək, bəli, qarşılığı düzdür. 3. Həqiqi mənalıdır. 3. Mənim başımın ağrısı heç kəsmir. Söhbət hansı işarədən gedir? Yox, söhbət kvadratdan gedir. Tökülən taxta, bəli, o həqiqi mənadadır. 3-ü çıxdıq. 3 olanları çıxırıq. Dağılan, bəli, bu da düzdür. Məcazi mənalıdır. Kəsməmək, bəli, məcazi mənadadır, düz fikirdir. Qopmur, xeyr, kəsmir, yəni dayanmır mənasındadır. 1, 6 cavab olur C bəndi. 18.
Qarşısına rəqəm yazılmış hansı cümlələr çıxarılsa, mətnin məzmununa xələl gələr. Qarşısına rəqəm yazılmış cümlələrdən söhbət gedir. Baxaq. Burada pozular deyirdi. Məzmununa xələl gələr. Bunları çıxarsaq xələl gəlmir. Birdən ikini çıxarsaq xələl gəlmir. Çünki bu sözlər onsuz burada ifadə olunub, yəni birinci cümlədə var. Ona görə bunu çıxarsaq hər hansı bir xələl gəlməz. 3. Burada da bunu çıxarsaq hər hansı bir dəyişiklik baş verməyəcək. Bu söz Abbasəlinin qulağına çatanda cin başına vurdu. Belə də xeyrə şərə yaramaz adam olarmı deyə düşündü. Uzadan dedi. Naxoş bilmirəm, kimsə getməsə məsələni ümumizə qoyacaq. Bəli, bunu çıxarda bilmərik. Çünki bunlar elə əsas fikirdir. İlk cümlədə də var, mətnin içərisində də var. Ona görə cavab olur 4-5. 19. Mətndə altından xətt çəkilmiş sözlərə əsasən cədvəli tamamlayan fikirləri yazın. Baxaq altından xətt çəkilmiş sözlərə. Birinci söz, burada bir söz var adəti üzrə. Digər isə səhhətindən şikayət edən, başqa yoxdur. Adəti üzrə səhhətindən şikayət edən. İndi baxaq. Cədvələ uyğun tamamlamalıyıq. Adəti üzrə yəni vərdiş deməkdir. Bu adam bunu vərdiş edib. Bunu bura qeyd edə bilərik. Bir də burada səhhət sözü idi, səhv etmirəmsə. Səhhətində, sağlamlığında. Həmin qarşılığın mətndən kənar cümlə daxilində işlənməsi. Yəni, mətndə olan vərdişlə, cümlədə işlədiyimiz vərdiş başqa olsun. Məsələn, deyə bilərik ki, o adəti üzrə, vərdişi üzrə hər səhər idman edərdi. Bunu yaza bilərik. Sağlamlıq, məsələn, o sağlamlığına çox diqqət edirdi. Bunu da bura qeyd edə bilərik. 20. Obrazın xarakterinə əsasən cədvəli tamamlayan fikirləri yazın. Burada Abbasəli haqqında deyə bilərik ki, Abbasəlinin obrazının xarakteri haqqında mətndə belə bir cümlə var ki, o inadkar idi, dediyini edirdi. Bunu yaza bilərik. Mirzə Əsgərə nə deyə bilərik? Mirzə Əsgər özünü sevən adam idi. Hər zaman şikayətlənirdi, iş görməyə meyilli adam deyildi. Bu da onun xarakteri xüsusiyyətləri idi. Deyilən fikirlə razılaşır. Bu onun həyat yoldaşıdır. Mirzə Əsgərin həyat yoldaşına aiddir ki, Mirzə Əsgər Abbasəli haqqında danışır, o da onun fikirlərindən razılaşır. Bunu da bura qeyd edə bilərik. Keçən növbəti mətnə Burç Xəlifə mətninə və mətnlə bağlı suallara fikir verək. 21. Üzərində rəqəm yazılmış sözlərdən hansılar həqiqi mənadadır? Üzərində rəqəm yazılmış sözlərə baxaq. Dünyanın ən hündür binası. Bu həqiqidir. Birləri götürürük, digərlərini çıxaq. Sonra Burç Xəlifənin layihəsi, memar, bu da həqiqidir. 1, 2. Bir də 4 olacaq. 4. 4-ə baxaq. Burada başa gəlib məcazi mənadadır. 4-ü tapsaq. 4 buradadır. Şəhərin idarəçisi. Bu da həqiqidir. 1, 2, 4. 22. Hökmlərdən biri mətnə uyğun deyil. Burada Dubay şəhərinin hər tərəfindən dünyanın ən hündür binası görünür. Bəli, burada deyir ki, şəhərin hər tərəfdən görünən mənzərəsi. Mətn əsasən binanın neçə gün ərzində tikildiyini müəyyən etmək olur. Bəli, burada deyir ki, demir, amma biz onu saatla etibarıyla, gün etibarıyla təyin edə bilirik. Binada 58 lift var, burada da deyilir. Taybey 101 binası 148 mərtəbədir. Xeyr, o deyir ki, Burç Xəlifə Taybey binasından yüksəkdədir. Yüksəkdədir, amma onun neçə mərtəbə olduğunu demir. Ona görə də cavab olur deyməkdir. Bəzi mərtəbələrə qalxda insan xüsusi olaraq qarşılanır. Bəli, burada Skylux lifti qalxanda
xüsusi işçi sizi qarşılayacaq. 23. Mətnlə bağlı doğru fikri müəyyən edin. Mətnin sonuncu abzasında bütün sözlər həqiqi mənadadır. Sonuncu abzasında xeyr. Burada dadını çıxarmaq məcazi mənadadır. Birinci abzasda məntiqi əlaqəni pozan cümlə işlənmişdir. Xeyr, orada hündür binası, Burç Xəlifə qülləsi və onun aldığı şəhərin hər tərəfdən görünən mənzərəsi onu ziyarət edənləri valeh edir. Yox, burada da pozan cümlə yoxdur. Qarşısında qoyulmuş cümlədə fikir mətndə inkar olunur. Burç Xəlifə fərqli tikilir. Bina həmçinin ən hündür mərtəbədə yaşayışın olması, ən hündür xidmət lifti və 124-cü mərtəbədə olan ən hündür müşahidə zonası fərqlənir. Xeyr, bunda burada təqzim edən hər hansı bir fikir yoxdur. Pozulub. Xeyr, çərçivə daxilində verilmiş cümlədə fikir mətndə inkar edilmir. Çərçivə daxilində verilmiş fikir. Binada ümumi 58 lift vardır. Bəli, bu mətndə də inkar edilmir ki, bu haqda hər hansı bir inkar fikri yoxdur. 24. Mətnlə bağlı doğru fikirləri müəyyən edin. Burç Xəlifə hündürlükdə digər binaları gerdə qoyub, bəli, dünyanın ən hündür binasıdır. Doğru fikir deyil. Birləri saxlayırıq. Burç Xəlifənin açılışı üçün mərasim keçirilir. Bəli, 60 mindən çox insan orada iştirak edib. Binanın 3-cü mənzərə meydançası ən yüksək nöqtədə yerləşir. Ən yüksək nöqtədə yerləşmir. Deyir 555 metr yüksəklikdədir. Bina isə 828 metrdir. Yəni ən hündür nöqtədə deyil. Binanın inşasının başlanmasından 2 il sonra açılışı baş tutub. Xeyr, Dubay şəhərini Şeyx Məhəmməd İbn Rəşid Əl Maktum idarə edir. Bəli, burada da onun adı keçir. Cavab olur 1-2-5 A bəndi. Mətnin planının məzmununa uyğun ardıcıllığı müəyyən edin. Baxaq. Burç Xəlifənin layihəsi ilə ora uyğundur. Yüksələn iqtisadi artım, açılış mərasimi, yüksəkdə yerləşən salon, söhbət Skylux-dən gedir. Bir də 3. 1, 2, 5, 4, 3 cavab olur D bəndi. 26. Nəzərdə tutulan çıxar və gəlirin hesablanması. Qarşısına Roma rəqəmi yazılmış hansı sözün şərhidir? Söhbət buradan bu sözdən gedir. Smeta. Və o hansı abzas nə deyir orada? Qarşısında Roma rəqəmi yazılmış. Aha. Qarşısında Roma rəqəmi yazılmış. Birdən söhbət gedir. Cavab olur E bəndi. 27. Bu mərtəbədə açıq havada ətrafa baxmaq çox maraqlıdır və eyni zamanda təhlükəlidir cümləsi mətndə çərçivə daxilində verilmiş hansı rəqəmin yerinə yazılsa, fikirlərin ardıcılığı pozulmaz. Açıq havada ətrafa baxmaq çox maraqlıdır. Abzas soruşur yoxsa? Hansı rəqəmin yerinə yazılsa? Rəqəmin yerinə yazılsa, buraya yaza bilərik. 5'e. Digərlərinə yox, çünki burada yüksəklikdən danışılır. Ona görə 5'e yaza bilərik. 5 burada E bəndində var. 28-ci suala baxaq. Hansı mətndəki fikri təsdiq edən faktdan mətndə istifadə edilməyib? Burç Xəlifədən daha hündür bina dünyada yoxdur. Bəli, dünyanın ən hündür binasıdır. Mətndə qeyd olunur. Şəhər rəhbərinin binaya xüsusi marağı vardır. Bəli, şəhərin idarəçisi ona xüsusi maraq göstərirdi. Mətndə də adı keçir. Binanın açılışı 10 minlərlə insan üçün xüsusi əhəmiyyət kəsb etmişdir. Bəli, 60 minə yaxın insan gəlmişdir. Bu da fakt olaraq var. Binanın quruluşu başqa bir hündür mərtəbəli binadan götürülüb. Xeyr, sadəcə onu orada Taybey 101 binası ilə müqayisə edirlər. Amma layihə oradan götürülüb. 100 minlərlə insan üçün bir obyektə baxmaq maraqlı ola bilər. Bəli, burada da bu haqda fikir var. 29. Mətn əsasında cədvələ tamamlayan fikirləri yazın. Hökm. Binada elə lift var ki, o yalnız bir mərtəbə üçün işləkdir. Bəli, bu burada var. Skylux lifti sizi yalnız 148-ci mərtəbəyə qalacaq. Yəni, bu lift ancaq 148-ci mərtəbəyə qalxır. Onda bura fakt olaraq yaza bilərik. 30. 3-cü abzasda tünd qara hərflərlə verilmiş söz əsasında sxemi tamamlayın. 3-cü abzasda tünd qara hərflərlə verilmiş söz. Binanın tikintisinə 2004-cü ildə iqtisadi artımın çiçəkləndiyi bir vaxtda başlanılıb. Burada çiçəklənmək məcazi mənadadır.
məcazi mənadadır. Mətndən fərqli mənada isə bunu həqiqi mənada, yəni bir çiçəyin açmağından da deyə bilərik. Məsələn, yazda çiçəklər daha gözəl olur, çiçəklər açır fikirlərində yaza bilərik.